Dünana kadar Trump hayküyü salıp bağırırdı ki o İran rəhbərliyini yeryüzünden silecek. Bəli. İranda rejim değişikliğini ise an meselesi hesap edildi. Hadiseler bir müddet öttü geçti, ortaya vasıtaçılar çıktı. Bu vasıtaçılar Trump'ı inandırmaya çalıştı ki bu bölgede muharebe alovu bütün yakın şərqi bürüyə bilər və dünyanı 3-cü Dünya müharibəsinə gətirib çıxara bilər. Mənim zənnimcə bu Trump'a təsir elədi. Trump təsir altına düşən liderdir. Bəli. Digər tərəfdən isə Trump belə hesab edir ki, hər hansı bir konferansla, məsələn, Cenevrədə konferans keçirmək istəyir. İndi bu konferansa da gündəliyinə yenə də bir-birini təksib edən, hətta bir-biri ilə uyuşmayan məsələlər qatır. Tutalım ki, İran məsələsi Cenevrədə müzakirə olunur. Tutalım ki, Ukrayna məsələsi Cenevrədə necə deyərlər, müzakirə olunur. Yəni, 100 arxın suyunu bir dəriyə bağlayır. Mən bilmirəm, belə qarma-qarışıq fonda müzakirələr bir effektiv nəticə verə bilər ya yox. Üstəlik də hələ onun həmin Cenevrə konferansına gəlməyəcəyi bəlli deyil. Məsələn, Cenevrə konferansını hazırlayanlar deyirlər ki, Trump da bu konferansda iştirak etmək istəyir və özü bunu yönətmək istəyir. Bu bir tərəfdən də deyirlər ki, yox, ölkədə vəziyyət o qədər də qənaətbəxş deyil. Bəli. Bütün ölkəni miting və çıxışlar bürüyüb, belə bir şəraitdə Trump ölkəni qoyub Cenevrəyə gedə bilməz. Bax, təxminən ölkənin, dünyanın taleyi ilə bağlı məsələlər müzakirə edilir. Bununla bağlı bəyanatlar bir-birini təkrar edir və s. və s. Amma heç kim, hətta ən belə təcrübəli ekspertlər də bir qənaətə gələ bilmir ki, bu Cenevrə konferansı necə keçiriləcək? Rusiya prezidenti orada olacaq ya yox? Zelenskinin orada olacağını söyləmək mümkündür. Çünki hər fürsətdən istifadə etməyə çalışır Zelenski. Amma bu Trumpla Putinin həmin konferansda iştirak edib etməyəcəyi hələ də sual işarəsi altındadır. Bu haqda bir dürüst məlumat vermirlər. İctimaiyyətə də bu lazımdır ki, görək bu məsələyə nə qədər ciddi yanaşırlar. Nə qədər bu problemi ciddi surətdə müzakirə edib, onun ciddi həllini ortaya qoyacaqlar. Amma hər halda belə deyək də, hər şeyi açıb demək mümkün olmasa da, belə görünür ki, Cenevrə konferansı da bir növ başaldatmaq kimi bir prosese çevrilə bilər. Bütün ağırlıqları, bütün zərbələri yenə də Ukraynanın üzərinə yönəldə bilərlər və nəticə etibarilə bu konferansda Trump'ın çox sevdiyi bir söz var. Ukrayna məsələsi çox çətin məsələdir. Çox çətin məsələdir. Bunu həll etmək o qədər də asan məsələ deyil.